Salam dostlar, zəhmətkeş əkinçilər. Bugün 28 iyul 2025-ci il. Bakı şəhəri Türkan kəndindəyik. Artist firmasına məxsus Ganesha acı biber hibridi əkilib burada. Əkin tarixi 3 aprel. Yəni bitkinin boyu xeyli uzundur, ipə vurulub və bir neçə dərimlər dərilib. Onu deyə bilmirəm nə qədər dərilib. Meyvə quruluşu. Rəngi açıq yaşıldır. Razmer olaraq hardasa 18-20 santı, işte 22 santı olar. Divar qalınlığı bu. Bitkinin acılığı. Ön tərəfi orta acıdır, arxa tərəfi bitkinin arxa tərəfi daha acıdır və dözülməz acıdır. İndi bu qalıb bu rəng alıb bilmirəm, yoxsa məhsuldarlığına baxaq. Ümumilikdə rəngi elə də tünd deyil. Bizim bazarda bugünkü günü nəyin yaxşı, nəyin pis olmağını demək mümkündür. Çünki bugünkü qiymətlərlə bağlı bütün əkinçilər narazılıq eləyir. Soruşursan ki, nə yaxşıdır? Deyirlər, heç nə yaxşı deyil. Qiymətlə bağlı heç bir çeşid işləmir. Kapya biber bu halda pomidorun üzünə baxan yoxdur. Biber pula getmir. Yəni bu barədə bütün əkinçilərin narazılıqları var. Amma ümumi bizim işimiz məhsuldarlığı göstərməkdir, çeşidləri göstərməkdir, növbəti əkinlər üçün. Yəni bitkinin dözümü, xəstəliklərə, viruslara qarşı dözümü və meyvələrin forması önəmlidir. Bizi izləmədə qalın, növbəti çəkilişlərə qədər hər birinizə bol ruzu bərəkət arzulayırıq. Ümid edirik ki, qiymətlər düzələr və əkinçilərin üzü gülər. Sağ olun, hələlik.